Havamız yağışlıdır. Yağış da deməyək, tiskintidir. Adamı istadan tiskinti olur belə sakit. Amma çisir, düzdür, mən bu havanı sevirəm. Amma adam çox istadır. Başımız sudur. Düzdür, qurtqan papağını qoymuşuq. Amma şeydir, adam başı islanır. Üst başı islanır. Elə xırda-xırdadır, iynə ucu qədər. Amma çoxlu, sürətli. Salam xalar. Bu da Fidoş. Fidoş da gedir məktəbə. Bəli. Duman da var havada. Bugün havamız belədir. Sizlərdə hava necədir? Yazarsınız mənə. Bəli. Məktəbə gedəcəm indi. Ay, mamam düşür. Mama bürünür. Bəli. Telefon axır ki əlimə düşdü. Biləm pis çəkirəm, eyb yoxdur, amma şeydir. Necəyəm? Yorumlar yazın. Şərhlər. Hə. Bizə mama verirəm telefonu, indi haraları çəkəcək. Magazinizdə girdim. Ailəni də götürdüm. Gəldim evə. Bilirsiniz ki, bunlar hər gün alınır hamının evində. Eləcə də biz də axşama iftara yemək bilmirəm nə hazırlayam. Əslində badımcan biber dolması uşaqlar istəyir. Amma onda əti çıxartmamışam. Görək fikirləşəcəm nə edim. İndi toyuğu aldım. Bəlkə də toyuğu bişirərəm. Uşaqlardan da tamam soruşacağım. Görüm nə deyirlər. Belə nə almışam, qısa onu göstərim. Bir dənə toyuq almışam, belə açıq toyuq. Mən buzlu sevmirəm. Ondan sonra bir dənə belə 1 kiloluq sosiska. İftarda falan, imsakda falan yeməyə qaynadıb yumurta ilə yeyəndə qard olur. Toyuqdur bu arada, halaldır. Ondan sonra belə lavaşlar almışam. Yenə dəniz börək sarmaq istəyir. 3 paçka aldım. Toyuğa tərəf olmasın. 3 paçka aldım. Ondan sonra bu çörəklər baton çörək. O qədər sevirəm. Amma biraz bizə uzaq yerdəydi. Yolum ora düşmüşdü. 2 dənə bu çörəkdən aldım. Bu. Bir də sevdiyim konfet. Bu da yoldaşım da çox sevir. Bu İran raçkisidir də bunun adı. Ondan aldım. İndirimdəydi. Bu Megastore'da. Daha sonra kartof. Biraz 1 manat idi kilosu. Bir də 4 manat idi. Belə acı biber bilirsiniz. Uşaqlar çox sevir. Belə göyərti. Kişniş, soğan. Ondan sonra nə aldım? Kişnişi soğanı dedim. Ondan sonra qənd kilo yarım. Çox işlənir. Bunu da İran yerindən almışam. Bilmirəm, dadına baxaq görək necə qəddir. Bir də uşaqlara axşam iftardan sonra edəcəm popcorn. Ondan sonra bu paket qaldı. Bu paketdə də Zuziyə 2 paçka yemək. Felix dəli olur da Felix'i görəndə. Ondan ailinə bir dənə belə çöplü sok. Daha sonra 1 kilo un və 2 dənə də qabartma. Şirniyyat dedim hazırlayayım. Neçə vaxt alırıq ancaq. Sadə keks eləyəcəm. İşlərimi görə bilsəm.
Mən onu çəkirəm, o məni. Ay, üzr istəyirəm. Qərar verdik yeməkdəki toyuq qızartması. Bu nə sifətdir. Yaxşı, gözlərim, göyçəyim çap. Vermir məni. İftarda mənə kömək edir qızlarım. Fidan dərsdədir, xalalar. Belə biskvitimizi hazır elədik. Xəmirini tökdüm üzərinə alma və buzlamada var idi. Göyəm doğradıq belə. Qəşəng meyvəli keks olsun. İndi bunu 2 tava oldu. Biri belə, birini də üzərinə skuşonka çəkəcəm. Bişmiş moloko. Bunu qoyuram sobaya. Onu qoymuşam bişməyə. İndi bunu hazırladım. Dedim qoy sizə göstərim. Sonra qoyuram bişməyə. Deməli bunun üzərinə kişmiş səpdim. Biraz bir də bu mən bişəndən sonra da skuşonkanı çəkə bilirəm. Bir də əvvəllər belə edirdim. İçinə qoyurdum. Belə akışqan olurdu içərisində. Aylin yadıma saldı. Bu dəfə də belə elədim. Baxın yumru qoymuşam hər tərəfə. Çalışdım ki, hər bir kusokda olsun da. Elə bu listimi də belə etdim. Skuşonka, bir də kişmişlə keks, şirin sütlü, bişmiş moloko və kişmişli keks, bir də meyvəli keks. Bunu da qoyum indi sobaya, o birisini çıxardım, bunu da qoyum bişsin. Keçirəm indi kartofumu qızartmağa, toyuqla qoydum, pörtdətdim, qoymuşam, indi qızarır. İndi kartofu da qoyacağım, o da qızarsın. Dəniz hələ az qalıb, Dəniz. Dənizdə də az qalıb, o da qutarsın, onlar da qızardaq və sağ. Canımın içi. Dərslərin yazır. Bişirdim kekslərimi də. Baxın, bu belə oldu. Bu da meyvəli olan. Çox qəşəng alındı. İnşallah iftarda çayla içərik. Belə. Kuşum da yazır. Baxın, bu nə? Muncuq deyil yazışı, muncuq. Biraz da qaralasın. Eyb yox, heç nə olmaz. Heç nə olmaz. Nə gəlsəydi quzumun yazısı. Heç baxmayın, bu da tərsi. Eyb yox, qəşəng. Bunlar qırmızı özü yazıb ha. Müəlliməsi yazılıb, yəni səhv deyil. Yaşıl ruçkası bitmişdi. Necə? Məsələn, sualları belə yaşıl ruçka ilə yazırlar. Yaşıl ruçkası bitmişdi deyənə burada qırmızı ilə yazıb. Belə iftar süfrəmiz də artıq hazırdır. Az qalıb iftara, dəqiqələr qalıb. İndi iftarımızı açacağıq. Belə kartofumu toyuq qızartdım. Əsl Aylin'in istədiyi kimi nar kimi qızardı. Mərcimiz də var. O da mama. Burada börəklərimizi də qəşəng Dəniz bükdü. Mən qızartdım, xırç-xırç. Heç nə belə göyərti salatı qoymuşam. Kələm tutmamız falan da var. Amma nəysə çox sürür uşaqlar. Ona görə ancaq göyərti, bibər, turp, bax bu şeylərə üstünlük veririk. Belə iftarımızı açaq. İnşallah çay süfrəsində görüşərik. Yeməyimizi yedik və mən nəhayət limonlu çayıma qovuşdum. Süzmüşəm özümə bir yeşə kruşka. Tünd çayda əslində mən açıq çay içmirəm. Sadəcə limon atanda belə sıxıram, ağarır. Belə uşaqlara biraz popcorn elədim. Meyvə falan yudum, qoydum. Annem də oturmuş. İndi şirniyyatlarımızın dadına baxacağım. Doğradım. Belə qəşəng alınıb hamısı. Dadlarına baxaq. Biraz yemək yeyək, çay içək. Nə olub saçıva?
Yenə keçid etmişəm. Yemək hazırlamağa təbii ki, hər gün olduğu kimi. Deməli, borş hazırlayıram. Burada var çuğundur, soğan, kartof, markov, biber, acı şirin, qırmızı. Bunları qəşəng qovururam. Daha sonra belə qəşəng qovururam hamısını. Ayrı-ayrı əvayzən eləyirdim da, yəni çox zaman. Amma indi vaxtım yoxdur, məktəbə tələsirəm. Burada da deməli soğanla kartofu qovuracağım qəşəng. Toyuğun döşətində pörtətmişəm. Onu da doğramışam, pörtədib doğramışam. Bunun üzərinə əlavə edəcəm, onlarla da qovuracağım. Bu da kələmlərim. Kələmlərimi də belə xırda-xırda doğramışam. Bu biraz qovurulsun, üstünə əlavə edəcəm, suyunu da əlavə edəcəm və salam. Belə bu günün də menüsü kələm supu, yəni kələm borşu, bir də döşəti qızartması toyuqla. Doğrusu valla ətim var, yəni bilirsiniz məndən heç bizdən ət əski olmur. Amma yəni mənasız gördüm, çünki menüdə toyuq əti var, heç kim bunun içində əti yeyən deyil. Sümüklü ətim var, amma ona adlı yoldaşım dedi ki, boz-boş bişirərsən, elə borş bişir, sadə bişir. Belə, amma bulyon əlavə edəcəm. Belə, bəzən belə deyirəm, bəzən ət də atıram içərisinə. Elə vaxt olub tikə ət atıram həriyə bir dilim içinə, nə bilim. Baxır da hər dəfə ayrı-ayrı eləyirəm. Tomatını da əlavə elədim, duzunu da əlavə elədim. İndi qaynamış su gətirmişəm. Belə tökmüşəm, indi bunu da töküm. Məsələn, borşumuz qaynasın. Qaynasın. Qoyum. Bilmirəm, borşumun son vəziyyətini sizə göstərmişdim, göstərməmişdim. Artıq tökürəm, yeyilir. Belə çox dadlı borşumuz oldu. Çıxdı. Həqiqətən yeyənlər, mən yeməmişəm, indi yeyəcəm. Yeyənlər deyir ki, çox dadlıdır. Bunlara baxın. Özünü giymir, bax onun üçün. Hamilədir biri. Can. Yemək aldım Zuziyə. Əlbəttə ki, Zuziyə korumu alıram. Korum evə çatınca yarıdan da az qalır. Sonra evin yandalarına verirəm. Sabah yenə gəlirəm almağa. O qədər ac var. Pişiklər, nə bilim, hamı bir damcı yemək versə o qədər yaxşı olar. Çox az insan yemək verir. Yenə necədir? İtlər, məsəl üçün, parkdan keçirəm bu arada, Kristalın parkını. Yenə itlər, məsəl üçün, yemək tapıb yeyirlər. Necə? Yəni, zibil qablarına çıxırlar, nə bilim, restoranın yanında sürsümük, hər şey, nə bilim, qəssabların yanında. Amma fikir vermişəm də, onlara da verilməlidir, o heç. Amma pişiklər o qədər masum, yazıq heyvanlardır, həqiqətən. Yəni, onlar çox azdır da onlar üçün qidalanma yerləri. Ancaq əllə kimsə nəsə töksə yeyirlər. Burada da hər yer asfalt, nə bilim, elə çox nəsə tapıb yeyə bilmirlər. Binadan, məsələn, sayısız mənzillər var, sayısız. Hər mənzildən bir nəfər versə, heç nə ac it, nə ac bir şey olmaz. Nə bilim, mən çox yazığım gəlir. Küləkli hava. Bilmirəm, eşidirsiniz məni, yoxsa yox. Yenə ürəyim ağrıdır. Yenə ürək ağrısı ilə gedirəm. Mən demirəm, hamısını yedizdirəm, baxın. Amma əlimdən gəldiyim qədər harada ac heyvan görürəmsə, yedizdirməyə çalışıram və 1 manat belə onlar üçün xərcləyirsinizsə, yemək alırsa insan, o ona inanın ki, mükafat olaraq geri qayıdır. Bu aylarda xüsusilə çox vacibdir. Heyvanları qorumaq lazımdır, yemək vermək lazımdır. Təsəvvür edin,
Yəni almaq belə, məsələn, imkan o qədər ailələr var ki, çox çətin dolanır da, almaq belə imkanı yoxdur. Məsələn, onlar nə edə bilər? O qədər məsələn evdə ət təmizləyirik, toyuq, ciyər, fərq yoxdur da. Yəni götürüb atılır zibil vedrəsinə. Mən dəfələrlə görürəm də hər kəsdə. Atılır zibil vedrəsinə. Bunu məsələn olar ki bir təmiz paketə yığıb çölə çıxanda hansısa bir pişiyinmi, itinmi, yəni fərq yoxdur, hansısa bir heyvanın qabağına qoysaz nə gözəl olar. Mən bunu hamıya deyirəm həmişə. Anam məsələn deyirəm ki, olur ki mən evdə olmuram, yemək bişirirsən də. Onda da xahiş edirəm həmişə toyuqdur da, yəni atma. Onsuz da atılır. Zibil vedrəsinə atacaq hansısa bir heyvanın bir nahar qarnına doysun. Elə şeylərə fikir versək valla dünyada aç heyvan olmaz. Nə bilim belə. İnşallah ki yaxşı olar. Keyfimi açım biraz. Nə bilim. Heç valla aç heyvan görəndə özü də hamilə idi pişik. İndi qayıtsam məktəbdən götürməyə uşaqları. Mən götürəsi olsam gərək paçka yemək də alım gətirim ona. Axşam özü də hamilə idi. Hamilə heyvan çox tez acır da, yəni ona tez-tez yemək vacibdir. Allah köməklər olsun bu havalarda, soyuqdur havalar. Nə bilim, yaxşı insanlarla qarşılaşsınlar, bir qap yemək qoyan insanlarla. Bir də nəyi demək istəyirəm? Deməli, oruçluq ayındayıq da, yəni Ramazan ayıdır. Hamı bir, nə bilim, demək olar ki, əhalinin çox hissəsi oruçdur. İndi tuta bilməyənlər, xəstələr, onlar istisna olmaqla da, yəni Allah hər kəsin orucu, ibadəti özünədir. Mən ona heç vaxt bir söz deyə bilmərəm. Kim tutur, kim tutmur. Bir dünən də şahid olmuşdum bu gün də. Küçələrdə uşaq, istər uşaq olsun, istər böyük qadınlar olsun, yemək olmaz. Bir çox insanlar oruçdur, düzdür, oruç tutanda Allah güc verir, qüvvət verir. Heç belə şəxsən məndə elədir, bilirəm ki, hamıda elədir. Yəni heç nə acımırsan, nə susamırsan. Amma ki, yenə də olmaz. Bax, necə deyim, biraz diqqət etmək lazımdır. İndi qarşıma gedir, böyük qadın deyir hardasa. Yəni məni kimi də, məndən də bəlkə yaşı çox olar, az olar deyə bilmərəm. Xaç cipsi yeyə gedir və yolla da qarşıda olan uşaqları gedir məktəbə. Nə bilim, bəlkə onlar da oruçdur. Mənim uşaqlarım oruçlu olur deyənə. Ona görə yəni mən necə deyim, elə biləm elə hamı oruçdur. Yəni olmaz, çox güman ki oruc idilər, nə bilim. Xart yemək nəyə lazımdır? Yəni hər kəsin evi var. Al, apar evində ye. Dünən bir uşaq yolda bulku idi, nə idi? Amma iyili bir şey idi. Yəni hot dog idi. Çox güman ki o sasikalı bulk. Yeyə gedir. Uşağın biri arxadan deyir ki, ana bəlkə biz də alaq iftarda yeyərik. Yəni olmaz. Diqqət etmək lazımdır. Bu aylarda ümumiyyətlə mən çöldə əldə tutub nəyinsə yeməyin ələhinəyim. İstər uşaq olsun, istər böyük olsun. Xüsusi də bu ayda, millətin oruc olduğu ayda heç bir qoxunu yaymaq, kiminsə qarşısında nəysə yemək düzgün deyil. Mən ayıb hesab eləyirəm. Belə yolda tək darıxırdım sizlə söhbət eləyə. Danışa çatıram bu evə. Allah bu ayda bütün hər kəsi sağlamlığına qovuştursun. Dualarını qəbul etsin. Bizlər də onun içində. Heç bir ananı balanı anadan ayırmasın. Dərd, peşmançılıq, nə bilim, heç nə göstərməsin. Bir parça
çörəyimiz olsun. Mən həmişə özümə arzum oldu. Heç nə istəmirəm. Var, dövlət, pul, maşın, heç nə qətiyyən. Qızıl, heç birin. Sadəcə sağlam canımız olsun. Bir parça da çörəyimiz. Vəssalam. Xoşbəxt olaq. İnsan əgər xoşbəxtdirsə, canı sağlamdırsa, ən böyük, ən şirin nemət həmişə can sağlığıdır. Əgər sən xoşbəxtsənsə, canın sağlamdırsa, inan o ən böyük var, dövlət, qızıl odur. Bir ananın evlatları yanındadırsa, evlatlar ağılla, tərbiyə ilə böyüdürsə, o ilə ananın ən böyük qızılıdır, mücəvhəridir, nə bilim, hər şey. Çox danışdım, bəlkə də yordum sizi, başınızı ağrıtdım. Belə çatım evə, işlərimi görüm. Bu da sonuncu. Evə çatıram. Onu da yolda gördüm, üstümə gəldi, elə ki, pişiklər. Mən fikrimi dağıdıram ki, verən var, acıdıl ellər, hardansa qidanı alırlar. Amma bir də görüm, arxamı çevirəm, yanımda pişik mi yolduyur. Gəldim və belə yeməyimi hazırladım, axşama iftara. Biber, badımcan dolması yavaş-yavaş pakka qaynayır. Biberlə badımcan etmişəm yenə. Pomidor etməmişəm bu dəfə də. İçlərini qəşəng, ətini qovurdum, dana etini. Daha sonra doldurdum içlərinə. Mən badımcanı çox zaman pörtdətmirəm. Bəzən pörtdədirəm, bəzən də yox. Necə edirəm? Deməli, badımcanı içərisini yarıram, duzluyuram. Bir bacımız demişdi, pörtdətsəz yaxşı olar, bilirəm. Yəni, etmişəm mən də əvvəl. İndi bəzən edirəm, yenə deyirəm, bəzən etmirəm. Ondan sonra hansı üsulla edirəm? Yəni, eyni üsul olur, heç bir fərqi yoxdur. Badımcanın içərisini yarıram, duzluyuram. Daha sonra onu belə əlimdə əzişdirirəm, qoyuram kənara. Mən biberi falan təmizləyincə, ət qovrulunca o qalır. Və qalır, ondan sonra onu sıxıram, qəşəng acı suyu çıxır və içində çay qaşığı ilə ovub çıxardıram. Elə qəşəng rahat olur, həm də bol ət tutur içərisi. Elə olanda, indi bax, yavaş-yavaş da qaynayır. Tomat, duz istiyot belə sos kimi düzəldib üstünə tökmüşəm. Yavaş-yavaş qaynasın, biraz tavan balacalıq elədi. Amma eybi o, pişəcək, yəni yavaş. Vam odda qoyacam indi, xodunu alıram. Vam odda yavaş-yavaş pişəcək. Bu videonu da burada bağlayıram. İnşallah növbəti videolarda, vloglarda görüşərik. Dünən çəkdiklərim var idi. Bugün çəkdiklərim elə hamısını birləşdirim. Siz bunu izləyin. Mən siz üçün yenə davam edib çəkəcəm.